Qış ayının ən əsas problemlərindən biri də məhz dəm qazından zəhərlənmədir ki, insanlar bundan əziyyət çəkirlər və elə son məlumatlara görə tək bir gün ərzində artıq bir neçə dənə bu cür hadisə qeydə alınıb ki, dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Eyni zamanda Gəncədə də bir ailənin 5 üzvü dəm qazından zəhərlənib və bu cür hallar baş verdiyi anda insanların orqanizmində nə baş verir və necə qoruna bilər? İlkin təhlükəsizlik tədbirləri nədən ibarətdir? Bununla bağlı detalları hazırda qonağım Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Zakir Quliyevdən əldə edəcəyik. Xoş gördük Zakir bəy. Buyurun, suallarımıza cavabı sizdən eşidək. Qış aylarının ən çox aktual mövzularından biri də dəm qazı zəhərlənmələridir ki, dəm qazı zəhərlənmələri niyə təhlükəlidir? İnsan çünki bunu hiss etmir, qoxusu olmadığına görə insan bunu bir növ artıq hiss etmədən zəhərlənir və ani ürək ölümləri, ani beyin ölümləri burada tez-tez müşahidə olunur. Dəm qazı zəhərlənməsi zamanı bədəndə nə baş verir? Buradakı dəm qazı dediyimiz şey əslində tibbi adıyla karbon monoksid. Karbon monoksid qana daxil olaraq normada bizim qanımızda hemoqlobinlər var. Hemoqlobin nə edir? Oksigen toxum ağara verir. Bu zaman bizim dediyimiz karbon monoksid gəlir hemoqlobinin yerinə oksigenlə birləşir. Hemoqlobin toxum ağara oksijeni çox rahat verməsinə baxmayaraq, karbon monoksid isə oksigeni özündə tutub saxlayır. Yəni, bir növ toxum ağar orqanlarımız oksigensiz qalır. Bədəndə oksigen görünür kimi olmasına baxmayaraq, hüceyrələr bundan oksigen qəbul edə bilmirlər və oksigen vacib olan orqanlarımızda isə zədələnmələr baş verir. Nədir bunlar? Beyin, ürək, əsas zədələnən orqanlarımız bunlardır və bu xəstələrdə ən çox da sürətli təsir altına düşən beyindir. Beyin oksigensiz qaldığı anda artıq ciddi şəkildə problemlər ortaya çıxır. Beyin oksigensiz hipoksik ensefalopatiya yaranır, ürəkdə ciddi işemiya yaranır və xəstələrdə ani ölüm halları baş verir. Bu zaman nə etmək lazımdır? Birinci növbədə, əgər dəm qazı zəhərlənməsi şübhəsi olan insanlar bir məna olaraq oksigenlə təmin olmalıdır. Yüksək dərəcə oksigenlə təmin olmalıdır. Zəhər olduğu mühitdən təmiz havaya mütləq çıxarılmalıdır vətəndaş, xəsarət almış və təcili olaraq ona əgər yaxındadırsa oksigen dəstəyi verilməlidir. Yoxsa mütləq şəkildə təcili tibbi yardıma müraciət olunaraq xəstəxanaya qaldırılmalıdır. Amma yenə dediyimiz kimi dəm qazı zəhərlənmələri qış aylarında çox tez-tez müşahidə olunur və öldürücülüyü həddindən artıq çoxdur. Ona görə insanlar evlərində mütləq sobaları istifadə edərkən və yaxud da digər istici avadanlıqları istifadə edərkən bunlara mütləq nəzarət edilməlidir və daimi olaraq da onlar yoxlanışına keçirilməlidir. Təşəkkür edirəm informasiyaları bizdən paylaşdığınız üçün. Təbii ki, qış fəsildə havalar soyuqdur və bu baxımdan da insanlar müxtəlif qızdırıcı vasitələrdən istifadə edirlər ki, həmin vasitələrin də sazlıq vəziyyəti yerində olmadığı təqdirdə bu təhlükəsizlik baxımından risk yaradır və elə bu da insanların səhhətində nasazlığa səbəb ola bilər. Təbii ki, qoxusuzdur, eyni zamanda rəngsizdir. İnsanlar bunu ayırt etməkdə bir qədər çətinlik çəkirlər, amma elə bu cür halların baş verməməsi üçün də mütləq şəkildə elə ən başdan texnikaların sazlıq vəziyyətini yoxlayıb yerində olub-olmadığından əmin olmaq lazımdır. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm rəqsənə məlumatı bizə çatdırdığına görə.